Salam, hər vaxtınız xeyir əziz uşaqlar və dəyərli valideynlər. Hər birinizi xoş gördüm. Dediyim kimi, söz verdiyim kimi, bu gün də eyni cinsli qoşa saitli sözlərin yazılış və deyilişi, müxtəlif cinsli qoşa saitli sözlərin deyiliş və yazılışı testlərinə birlikdə baxacağıq. Baxaq birinci suala. Biz saitlərdən danışmışdıq. Artıq saitlərin nə olduğunu bildik keçən dərsimizdə. Baxırıq birinci suala. Deyir, hansı eyni cinsli qoşa saitli sözdür? Eyni cinsli olsun. Yəni, eyni saitlər yan-yana gəlsin. Baxırıq, məişət, ə-i birləşməsi var, bu ola bilməz. Müxtəlif cinslidir. Faciə, yenə də i-ə birləşməsi var, ola bilməz. Mətbəə, bəli, qoşa ələr yan-yana gəlib. Ona görə də C variantı olmuş olacaq. Baxaq ikinci tapşırığa. Hansı qoşa saitli söz səhv yazılmışdır? Baxaq. Təəccüb düz yazılıb. Əmtə yox, əmtə, ə olmalıydı. Qoşa, ə olmalıydı. Ona görə də səhv yazılan B variantıdır. Zooloji düzdür, təəssüf düzdür. Ona görə də B variantı səhv variantdır. 3-ə baxırıq. Hansı cümlədə eyni cinsli qoşa saitli söz var? Baxaq. Eyni cinsli olsun və qoşa saitli olsun. Deməli, müəllim şagirdləri sıraya düzdür. Ü-ə birləşməsi var, bu müxtəlif cinslidir, ola bilməz. Sait səsləri seçin. A-i birləşməsi var, müxtəlif cinslidir. Sözləri düzgün tələffüz edin, burada yoxdur. Ona görə də biz zooparka o birləşməsi var, doğru cavab D variantı olmuş olacaq. 4-cü tapşırığa baxırıq. Hansı söz eyni cinsli qoşa saitli deyil? Baxırıq, A birləşməsi var, deyili soruşur. Təbii i var. İbtidai A-i birləşməsi var, müxtəlif cinslidir. Ona görə də düzgün variant C variantı. Bədidə də qoşa i var. Bizdən qoşa saitli olmasın deyir. Ona görə də C variantını götürəcək. 5-ci tapşırıqda deyir, cümlədə səhv yazılmış necə söz var? Səhv yazılmış deyir. Baxırıq, bu həftə inşaat işlərini həll etdi. Düzgün yazılışını yazım sizə. Bu həftə yox, həftə. Bir dənə inşaat yox, inşaat. İnşaat. Ona görə də 2 dənə səhv yazılmış söz var. Baxırıq 6-cıya. 6-cıda bizə deyir, verilmiş xüsusiyyətlər hansı sözə aiddir? Səhv yazılmış olsun və eyni cinsli qoşa saitli söz olsun. Baxırıq, təəccüb yox, olacaq təəccüb. Ona görə də A variantı ilə səhv variantdır. Baxırıq 7-yə. 7-də bizə deyir ki, məəttəl sözü ilə bağlı doğru fikir hansıdır? Səhv yazılmışdır, xeyr, düzgün yazılmışdır. Eyni cinsli qoşa saitli sözdür. Bəli, ə birləşməsi var, B variantı düzgündür. Qalın saitlərdən ibarətdir, xeyr. Müxtəlif cinsli qoşa saitli sözdür, xeyr. Eyni cinsli qoşa saitli. Ona görə də düzgün variantımız B variantı olmuş olacaq. 8-də deyir, verilmiş sözlərdən neçəsi səhv yazılmışdır? Maaş düz yazılıb. Təbii yox, təbii olmalıdır. Yəni, bir dənə səhv yazılmış, üzr istəyirəm. Təbii. Bir dənə səhv yazılmış. Əmtə yox, əmtə. Mətbəədə düz yazılıb. Yəni, 2 dənə səhv yazılmış söz oldu. Daha sonra 9-cu tapşırıqda hansı cümlədə səhv yazılmış söz var? Bu saatı sənə kim alıb? Bütün sözlər doğrudur. Hansı bədii əsərləri sevirsiniz? Düzdür. Camaat yox, camaat. Camaat. Ona görə də səhv yazılmış söz C variantında olmuş olacaq. Onda bizə deyir, Venn diaqramına əsasən sual işarəsinin yerinə hansı söz yazılmalıdır? Maarif və hansı söz olmalıdır ki, hər ikisi eyni cinsli qoşa saitli söz olsun? Baxırıq. Vəsait A-i birləşməsi var, müxtəlif cinslidir. Səadət müxtəlif cinslidir. Maaş, bəli. Qoşa saitli A var, maaş. Ona görə də C variantı düzgün variantdır. 11-də bizə deyir, eyni cinsli qoşa saitli sözlər hansılardır? Xain A-i birləşməsi var, müxtəlif cinslidir. Şair də həmçinin zooloji və camaat. Ona görə də 3, 4, B variantı düzgündür. 12-də bizə deyir, şəkildəki sözlə bağlı verilmiş fikirlərdən hansı doğrudur? Şəkildəki sözdə nə olacaq? Saat. Saat sözü olacaq. Baxaq. Eyni cinsli qoşa saitli sözdür. Bəli, saat eyni cinsli qoşa saitli sözdür. Ona görə də A variantı doğrudur.
Digərlərinə baxmağa ehtiyac yoxdur. Bizdən doğrunu istəyir. Hansı variantdakı sözlərin hər ikisi eyni cinsli qoşa sahibli sözdür? Təbiət. Daha doğrusu i-ə birləşməsi var. Bizdən hər ikisinin eyni cinsli olmağını istəyir. Elə avtomatik A variantı A variantını çıxacaq. Dialoq i-a qoşalığı var. Bu da müxtəlif cinslidir. Maarif və poema. Maarif eyni cinsli olsa da poemada o-e birləşməsi var. Ona görə də müxtəlif cinslidir. Variant getdi. Mətbə, ə, inşaat, a birləşmələri olduğuna görə hər ikisi eyni cinsli qoşa sahibli sözdür. D variantı düzgün variantdır. 14-də bizə deyir. Cədvəldə eyni cinsli qoşa sahibli sözləri rəngləsə cədvəl hansı formada olar? Baxaq. Təbə, rəngləsək deyir. Rəngləyək. Təbə, teatr müxtəlif cinslidir, ailə müxtəlif cinslidir, məəttəl rənglədik, zoopark rənglədik. Deməli, bu formada olmuş olacaq. Ona görə də hansı variantdır? Nə istədi bizdən? Niyə uyğun gəlmədi? Cədvəldə eyni cinsli qoşa sahibli sözlər rəngləsək, cədvəl hansı formada olacaq? Bəs bu niyə alınmadı? Bir dəqiqə. Formasını istəyir. Belə istəyir. Bu formasını istəyir. Ona görə də D variantı olmuş olacaq. D variantı olmuş, daha doğrusu mən yetcini işarə elədim. D variantı olmuş olacaq. Daha sonra 15-də bizə cümlədə eyni cinsli qoşa sahibli neçə söz var? Təbii, bir dənə. Təbii ki, mən çox təəccübləndim. Təbii və təəccübləndim 2 dənə olmuş olacaq. İndi isə uşaqlar müxtəlif cinsliyə də tez baxaq. Müxtəlif cinsli qoşa sahibli sözlərin yazılışı və deyilişi. Hansı adın tələffuzunda 2 saat arasında samit əlavə olunmur? 2 saat bilirik də biz bitişdirici samitdən söhbət gedir. Baxırıq. Nail. Olunmur istəyir bizdən. Nail. Bitişdirici samiti əlavə olunacaq. Saadət. Burada gedir, saadət olur. Ona görə də burada əlavə olunmur. Cavab B variantıdır. Səyyidə, yenə də y-ni əlavə edirik. Faiq, yenə də y-ni əlavə edirik. Ona görə düzgün cavabımız B variantı olmuş olacaq. Verilmiş sözlərdən neçəsi müxtəlif cinsli qoşa sahibli sözdür? Baxaq, dairə, a-i qoşalığı var 1. İnşaat eyni cinsli də olmaz. Maaş eyni cinsli də olmaz. Xain, a-i birləşməsi yenə var 2 dənə. Daim yenə də burada da var. Təbii də eyni cinsli də olmaz. Yəni 3 dənə olmuş oldu. Cavab C variantı olacaq. Daha sonra 3-cü tapşırıqda deyir. Deyir qoşa sahibli sözdür. Deməli, işte bizə deyir, hansı müxtəlif cinsli qoşa sahibli söz səhv yazılmışdır? Baxaq. Şüar düzdür, müəllif yox, müəllif olmalıydı. Baxın belə. Müəllif. Ona görə də B variantı səhv yazılıb. Uşaqlar, baxaq 4-cü tapşırığa. 4-cü tapşırıqda bizə hansı şəkil adını bildirən söz müxtəlif cinsli qoşa sahibli söz deyil? Radio. İ-o qoşalığı var. Bu var. Müəllim var. Ailə var. Saat isə eyni cinslidir. Baxın, saat. Eyni cinslidir. Ona görə olmayan istəyir. Cavab D variantı olmuş olacaq. Daha sonra keçək digərinə. Hansı müxtəlif cinsli qoşa sahibli sözlərin deyilişi və yazılışı eynidir? Aktual, bəli, eynidir 1. Daha sonra xain olur, bitişdirici samiti əlavə olunur deyəndə. Daim, yenə də. Sual isə olduğu kimi qalır. 1-4, cavab B variantı olmuş olacaq. 6-da bizə deyir. 50 ildir ürəklərin şeirindəsən, sözündəsən. Bulaq kimi göz açmısan, bulaqların gözündəsən. Deyir, şeirin neçənci misrasında səhv yazılmış söz var. Baxırıq ki, şeir yox, şeir olmalıydı. Düzdürmü? Bəli. Ona görə də B variantı, yəni ikinci misrasında səhv yazılmış söz var. Hansı doğrudur? Doğru olan istəyir. Şua. Deyir, doğru olan şua. Yanlış şua. Fəal, fəyal. Qənaət, faciə. İndi baxaq. Deməli, fəal doğrudur, fəyal yanlışdır. Bəli,
Şua doğru deyil. Şua doğrudur. Şua yanlışdır. Qənaət doğru deyil. Qənaət doğrudur. Burada tərsinədir. Faciə də həmçinin ona görədir. Düzgün cavab B variantı olmuş olacaq. İşarələnmədi. B variantı olmuş olacaq. Daha sonra 7-ci, daha doğrusu 8-ci tapşırığa baxırıq. 8-ci tapşırıqda bizə deyir, hansı söz müxtəlif cinsli qoşa saitli sözdür? Yenə də baxırıq. O qarşılığı var, birləşməsi var. A var. A var. İ-ə birləşməsi burada B variantındadır. Ona görə də düzgün cavabımız B variantı olmuş olacaq. Verilmiş cümlədə neçə söz səhv yazılmışdır? Baxaq. Müəllimlik fəaliyyətində o daim uğur qazanmışdır. Daim yox, daim. Daim olmalıdır. Ona görə də düzgün cavab A variantı olmuş olacaq. 10. Verilmiş xüsusiyyətlər hansı sözə aiddir? Deyiliş və yazılışı fərqlidir. Müxtəlif cinsli qoşa saitli sözdür. Zəif. Zəif deyirik. Biz həmişə deyirik ki, zəif. Zəif. Zəif yazırıq. Zəif deyirik. Ona görə də elə A variantı uyğun gəlir. 11-ə baxırıq. 11-də deyir, hansı müxtəlif cinsli qoşa saitli söz deyil? Baxırıq. Pauza. A-U birləşməsi var. Müəllif. Ü-ə birləşməsi var. A-U birləşməsi var. Təbii eyni cinsli qoşa samitli sözdür. Ona görə də D variantı düzgün variantdır. 12-də bizə deyir, hansı sözün tələffüzü doğru deyil? Baxırıq. Sual düzgündür. Faciə düzgündür. Müəllim düzgün deyil. Müəllim, müəllim kimi elə dediyimiz kimi də yazırıq. Həm də tələffüz edirik. Ona görə də C variantı səhv olmuş olacaq. Gəlin 13-cü testə baxaq. 13-cü testdə bizə deyir. Venn diaqramına əsasən sual işarəsinin yerinə uyğun gələn fikrin hansıdır? Teatr və okean səhv yazılmış sözlərdir. Xeyr, düzgün yazılıb. Daha sonra eyni cinsli qoşa samitli sözlərdir. Xeyr, yazılış və deyilişi fərqlənməyən sözlərdir. Bəli, düzdür. Ona görə də C variantı düzgün variantdır. 14-də baxaq. Verilən sözlərin tələffüzünü nəzərə alsaq, sual işarəsinin yerinə hansı söz uyğun gəlir? Baxaq. Aktual, xaos, seans, deyiliş və yazılışı fərqlənməsin. Şair, y artırılır, yəni bu fərqlənir, fərqlənməyən istəyir. Şair, zəif, faiz, kakao fərqlənmir, ona görə də deyiliş və yazılış fərqlənmir. Ona görə də düzgün cavabımız D variantı olmuş olacaq. 15-ə baxırıq. 15-də bizə deyir, hansı uyğunluq doğrudur? Doğru olanı istəyir. Bir dəqiqə üzr istəyirəm. Eyni cinsli qoşa saitli söz. Eyni cinsli qoşa saitli söz maaş təbii ki A ilə D olacaq və mətbəə olacaq. A, D. Bir dəqiqə. Birdə üzr istəyirəm. Birdə A və D. 2-də isə A və D. Niyə? B və D. 2-də isə A və C olacaq. Ona görə də baxaq, hansı variantda var? C variantında verilib. Düzgün cavab A variantıdır. Niyə yazmır bu? Düzgün cavab A variantıdır. Uşaqlar, daha çox izahların gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və səhifəni izləməyi unutmayın. Unutmayın ki, qeyd etdiyim nömrə ilə əlaqə saxlayaraq hansı dərsin izahını və test izahını kanalda və səhifəmdə görmək istəyirsinizsə, yazaraq bildirə bilərsiniz. Mən də həmin mövzunu izah edib, testlərini daha ətraflı, daha aydın şəkildə izah etməyə çalışacağam. 050 500 47 42 nömrəsinə yazaraq istədiyiniz mövzunu deyib, istər riyaziyyatdan, istər Azərbaycan dilindən mən həmin mövzunu izah eləyib, testlərini də aydın şəkildə sizlər üçün izah edəcəm. Bugünlük bu qədər. Hələlik uşaqlar.